bir işi ki etdin, Allah üçün. Ürəyində saxlama. Başda Allaha deməyə ki, Allah sənə söylədim ha, öz-özünə. Sən niyə etdim, sən çox yaxşı Allahsan, gözəl Allahsan, sən xaliqimsən, mənə yaradansan. Səni çox istəyirəm deyən etdim. Başın danışmağa. Bir var deyirlər, etdin, qutarı get. Biz misalı belə çəkirlər ustadlar, deyirlər ki, məsələn, bir nəfərlə mübahisən düşüb, aramızda söhbət gedir. Sən deyirsən, o deyirsən. Bir nəfər gəlir, qıraqdan, yox uzaqdan biri gəlir. O çatmamış, sən mövzunu dayandırırsan. O girdax içəri ayıbdır. Niyə? Onun hörmətini saxladın. Dayandırıb təkcə bundan kifayətlənmirsən. Gəlsən yaxınlaşsan ki, ağa, ustad, böyük. Mən mübahisə edim, sənə görə dayandırdım. Sənin ehtiramını qorudum. Sənin hörmətini saxladım. Sən elə hörməti saxlanan adamsan. Bunlar insən. Ona da təfsilatı ilə onu danışırsan. Bir iş görmüsən, açırsan ona. Allahla da ünsiyyəti belə qoy. Edəndən sonra başa danışma. Bir sən niyə elədim sənə görə? O bilir, amma sən danış. Eyvə danış. Bu danışıq məhəbbət yaradır. Hətta etməmişdən qabaq da danış. Eləməyəcəksən bir şey. Nə sənə görə edirəm. Allah olsun. Çünki sən buna layiqsən. De ki, bundan artığına mən layiq deyiləm. Belə danışırsan. Bu danışıq məhəbbət yaradır.